Hər il mayın 19-unda hepatitlə mübarizə günü qeyd olunur. Bu günün məqsədi cəmiyyətin diqqətini hepatitin yaratdığı təhlükələrə və xəstəlikdən qorunma yollarına yönəltməkdir. Növbəti sujetdə bu xəstəlikdən və ondan qorunma yollarından danışacağıq. Bugün dünyada 300 milyondan çox insan viruslu hepatitlə yaşayır və bu xəstəlik ictimai sağlamlıq üçün ciddi problemlərdən biri hesab olunur. Qaraciyərin iltihabı ilə xarakterizə olunan hepatitin A, B, C, D və E olmaqla 5 əsas virus növü mövcuddur. Xüsusilə hepatit B və C uzun müddət simptomsuz inkişaf edərək qaraciyər sirrozu və xərçəngi kimi ağır fəsadlara yol aça bilər. Hepatit viral hepatitlərə bağlı xəstələrin əlamətləri iki hissədən ibarətdir. Bunlar birinci kəskin fazada olan əlamətlərdir, digəri isə xroniki fazada. Kəskin fazada olan əlamətlər təqribən 30-40% xəstələrdə özünü biruzə verir. Bu kəskin qaraciyər yetməzliyi, qaraciyər koması, sarılıq ciddi şəkildə orqanizmin tükənmə istiqamətini aparan problemləri. Xroniki hallarda isə bu təəssüflər olsun ki, ilk mərhələdə özünü biruzə verə bilmir. Qaraciyər şişi və yaxud da ki, qaraciyər sirrozu əmələ gəldiyi zaman onun vermiş olduğu əlamətlər, qarında mayinin toplanması, qarnın şişməsi, digər tərəfdən sarılıq və digər əlamətlərlə özünü biruzə verə bilir. Mütəxəssislər bu xəstəlikdən qorunma yolunu erkən diaqnostikada və vaxtında aparılan profilaktik tədbirlərdə görür. Elə bu səbəbdən uzun illərdir ölkəmizdə hepatit B əleyhinə peyvəndləmə aparılır. Ümumiyyətlə, əslində xəstəliyə yoluxmadan əvvəl xəstəlikdən qorunma üsullarını bilmək və onları riayət etmək daha vacibdir. Məsələ burasında ki, hepatit B əleyhinə artıq 10 illərdir ki, bütün dünyada və ölkəmizdə tətbiq olunan hepatit B əleyhinə peyvəndləmə proqramı var. Hər bir vətəndaş bu peyvəndlərdən istifadə edərək hepatit B virusuna yoluxmadan özünü qoruya bilir. Ən gözəl məqamdan biri ondan ibarətdir ki, artıq uzun illərdir ki, xəstəxanalarımızda, doğum evlərində uşaq yenidən anadan olduğu zaman həmin hepatit B əleyhinə peyvəndin ilk dozası tətbiq olunur. Mütləq bir şəkildə hepatit B əleyhinə peyvəndləmə proqramına qoşulmalı və hər birimiz hepatit B əleyhinə peyvənd vurdurmalıyıq. Hepatitdən qorunmaq hər bir insanın sağlam gələcəyi üçün vacibdir. Vaxtında müayinə, düzgün qidalanma, gigiyena qaydalarına əməl etmək və peyvəndlənmə bu xəstəliyin qarşısını almaqda mühüm rol oynayır. Unutmayaq ki, sağlam qaraciyər sağlam həyat deməkdir.